Deməli uşaqlar, keçək sınaq suallarımıza baxaq. Sabahçı imtahanda bizə xeyli kömək olacaq inşallah. Deməli 23 tipli suala baxaq. Nə yazıb bizə? Sürətdə yazıb x kvadrat. Üstə gəlinsin 4x, yanında bir dənə də y var. Üstə gəl 3 bölünsün. Mötərizədə yazıb a-nın kvadratı. Plus 3a. 3a. Mötərizəni bağladıq. X plus kənarda bir dənə 2x var. Plus 5. Deyil. Benim ekran paylaşmışsın. Ekran görsəm uşaqlar sizdə. Görsən. Bunu deyəndə bayaqdan mən danışıram. Görsənir? Benim. Tamam. Deməli belə bir sualımız. Misalda nədir? X-in kvadratı üstə gəlinsin 4xy plus 3. Məxrəcdə yazıb a-nın kvadratı plus 3a, mötərizənin sonunda bir dənə x plus 2x də var, üstə gəl 5. Deməli bizə deyir ki, ifadəsini tam rasionala çevirən a-nın qiymətləri hansıdır? Tam rasional. Uşaqlar, var rasional kəsir, var tam rasional kəsir. Nə deməkdir bu? Yəni, rasional ifadə nədir, tam rasional ifadə nədir? Gəl ona baxaq. Ümumiyyətlə, bu haqda nəsə eşitibsiniz, nə deyə bilərsiniz mənə? Mən çoxhədlini keçəndə yadınızdadır, sizə demişdim ki, çoxhədlinin məxrəcinə dəyişən ola bilməz. Uşaqlar, çoxhədli özü tam rasional ifadə deməkdir. Məsələn, belə bir şey. X kvadrat üstə gəlsin 5x, üstə gəl 17, məsələn özümə yazsam, bölünsün 8. Bax, bu tam rasional ifadədir, amma x kvadrat üstə gəl 5x plus 17 bölünsün 8y olsa, bu sadəcə rasional ifadədir, amma da tam rasional ifadə deyil. İndi qaydamız nədir bizim? Əgər məxrəcdə dəyişən yoxdursa, bu olacaq tam rasional ifadə. Oldu? Yəni, sürətə baxmırıq. Sürətin burada bizə bir sözlə aidiyyatı yox. Sürətdə nə verir, nə olur, bizə aidiyyatı yox. Sürət qaldı kənarda. Mənə lazımdır məxrəci sadələşdirmək. Məxrəci nə edəcək? Məxrəci də sadələşdirmək üçün bu mötərizəni açacam. Olacaq a kvadrat üstə gəlsin. Daha doğrusu açanda olacaq a-nın kvadratı x. Üstə gəlinsin 3x plus 2x üstə gəl 5. Buradan x-i çıxardacam mötərizə xaricinə. Olacaq x vurulsun. A kvadratı plus 3a üstə gəl 2 plus 5. İndi bayaqçı kimi uşaqlar dedi ki, tam rasional olması üçün elə bil məxrəcdə dəyişən olmamalıdır. Yəni bu dəyişən yoxa çıxmalıdır. Bu dəyişən yoxa çıxması üçün də nəyə vuranda yoxa çıxar? Sıfıra. Deməli, bu ifadəni sıfır eləyəcəyik. Olacaq a-nın kvadratı üstə gəlinsin 3a plus 2 bərabər 0. Səndən də nə soruşurdu? Hasilini soruşur. Viyet teoreminə görə uşaqlar hansızda 8 sədə olur. İtərini bağlayır. A1 vurulsun A2. Viyetə görə bərabər olacaq elə nəyə? 2-nin özünü. Tutardı getdi. Oldu uşaqlar. Çiçək bunu vermişdi cavabda. Benden 2. İndi gəldi o birisi sınağa tam olaraq suallarına baxaq. Birinci sualımız deməli integraldan başlayır. İntegralda nədir? Deməli yazıb ki, nə yazıb? İntegral sərhədli 1-dən 2-yə. Kəsir xətti sürətdə x-in kubu çıx x kvadratı nihayət. Üstə gəl 2 çıx 1. Aşağıda 2 çıxılsın 1. Bərabər. 1-dən 2. Uşaqlar, yuxarıdan bax bu ilk iki ifadənin x kvadratını mötərizə xaricə çıxardıram. Qalar x çıx 1. Üstə gəlinsin, bu tərəfdə bir dənə 2 çıx 1 var. Aşağıda da 2 çıx 1. Uşaqlar, buna görürsən ki, ixtisar gedəcək bundan. Yerdə nə qaldı? İntegral 1-dən 2-yə x-in kvadratı. Üstə gəlinsin, ixtisar gedəndə bir dənə burada 1 qalıb. Bu da bərabərdir. 1-dən 2-yə x kvadratın integralı x-in kubu bölü 3. Birinlə integraldakı elə x-dir. İndi yerinə qoy. 2-ni qoyanda olacaq 3-də 8 üstə gəlinsin 2. Çıxırsan bundan 1-i. 3-də 1 plus 1-də çıxandır, bu çıx 1 olacaq, bərabər. 3-də 8-dən 3-də 1 çıxanda olar 3-də 7. Üstə gəlinsin, 2-dən də 1 çıxanda 1. 3-də 7-nin üstündən 1 gələrsən, cavab olar 3-də 10. Variant olaraq desə uşaqlar, Y variantı. Aydındır?
Sonra keçdik növbətiyə. İkinci sualımıza. Loqaritmə aid olan sualdır. Həm loqaritmadır, həm də kəsrdir belə deyil. Yazıb 1 bölünsün. Loqaritma 3 əsasdan 231 üstə gəlinsin. 1 bölünsün. Loqaritma 7 əsasdan 231 üstə gəl. 1 bölünsün. Loqaritma 11 əsasdan 231. Sonra bir də bunun üstünə gəlir. Burada hasil verir. Loqaritma 7 əsasdan 3. Vurursun loqaritma 11 əsasdan 7. Bir dənə də vurursun loqaritma 3 əsasdan 11. Bərabər. Uşaqlar, loqaritmaların hasilində çarpaz formada bunlar bir-birini apara bilir. Bax, bununla bu gedəcək. Bununla bu gedəcək. Qalacaq loqaritma 3 əsasdan 3. Bunun da qiyməti 1-ə bərabərdir. Deməli, bax, bu həngama ifadənin qiyməti oldu 1. Gəldik bu birisini tapmaq. 1 bölünsün loqaritma 3 əsasdan 231-in yerinə. Sən loqaritma 231 əsasdan 3, yəni tərsini yaza bilərsən. O birisi olacaq loqaritma 231 əsasdan üstə gəlsin. Loqaritma 231 əsasdan 7 plus loqaritma yenə də 231 əsasdan 11. Üstdən gəlsən 1. Bərabər. Və uşaqlar, əgər əsaslar hamısında eynidirsə, cəmi hasil kimi yaza bilərsən. Olacaq loqaritma 231 əsasdan 3 vur 7 vur 11. Üstə gəlsin 1. 3'ü 7'ye vuranda 21. 21'i 11'e vuranda neçə edir uşaqlar? Bir də mənə deyin tez. Deməli. Kənarda vuraq. 21 vurulsun. 231. 231. Loqaritma 231-dən 231 elə nəyə bərabərdir? 1-ə bərabərdir. Üstünə buradakı 1-i də gəlsə cavab olacaq 2. Aydındır. Burada çaşıb 11 yazmışam. Aydındır hər kəsə. Aydın. Keçdi 3'ə. Deməli. Üçüncü sualda nə deyir bizə? Yenə loqaritmaya aiddir, amma tənliklərlə. Loqaritma 2 əsasdan x kvadratı özdə loqaritmanın kvadratıdır. Bərabərdir. 20 vurulsun. Loqaritma 2 əsasdan 4x çıx 56. Nə edə bilərik burada görə? Deməli. Uşaqlar, mən bunu loqaritma 2 əsasdan x kvadratı vurulsun təzədən loqaritma 2 əsasdan x kvadratı yazacaq. 20 vurulsun. Bunu da loqaritma 2 əsasdan 4 üstə gəlsin loqaritma 2 əsasdan x yazacaq. Bərabər 56. Yaza bilərik. Belə bərabər yox, daha doğrusu çıx 56. İndi deyərsən müəllim o 2 əsasdan 4 üstə 2 əsasdan x hardan gəldi? O 4x nə deməkdir? Yəni əvvəlki forması cəm imiş ki, hasil kimi yazıblar. Hə, indi görək nə olacaq. Sən bilirsən ki, bu qüvvətdəki ədəd qabağa keçir. Olacaq 2, buradakı 2 də keçəcək qabağa. Olacaq 4 vurulsun. Loqaritmanın kvadratı 2 əsasdan x bərabər 20 vurulsun. 2 əsasdan 4 2 deməkdir uşaqlar. 2 üstə gəlsin loqaritma 2 əsasdan x çıx 56. 20'ni 2'ye vuranda olacaq 40. Üstə gəlsin. 20 vurulsun. Loqaritma 2 əsasdan 2 çıx 56. 2 əsasdan x-ə bir t desə uşaqlar olacaq 4t kvadrat bərabərdir 20t 40-dan 56 çıxanda da 16 qalır. Çıx 16. Hər tərəfi sola keçirir 4-ə bölsə olacaq t kvadrat çıx 5t üstə gəlsin 4 bərabər 0. Diyetə görə cəmi 5 hasili 4 olan ədədlər 1-dən 4-dür. Deməli sən bir dəfə loqaritma 2 əsasdan x-i bərabər etsən 1-ə, x bərabərlər 0. Bir dəfə də loqaritma 2 əsasdan x-i bərabər etsən 4-ə, x bərabər olar 2 üstü 4 16. İndi nə soruşur səndən? Hasilini tapın. Demək köklərin hasili. Sən səfər eləməliyiz ki. Texniki bir dənə səhvimiz var desin. Cavabda biz elə bilməyəcəyik. Hə, burada səhv eləmişəm uşaqlar. 2 əsasdan x 1-ə bərabərsə, x elə 2 olmalıdır. Saçıb 0 yazmışım. Yox, bunların da hasilini soruşursa 16 ilə 2-nin hasili nədir? 32 variant olaraq A variantı. Oldu?
Bu getdi işinə. Sonra keçdik növbəti 4-cü sual uşaqlar. Həndəsənin ilk anlayışlarında buna aid sual eyni qədər işləmişik. 65 yazıb buranı. 35 yazıb. X yazıb. Buranı da yazıb 130. Bu şəkildə sən bilirsən ki, daxildəki bucaqların cəmi xaricdəkinə bərabərdir. 65, o da 35. Elədir 100. Üstə gəl x bərabər 130. Deməli x də bərabər neçə tapırsan? 30. 4-cü sualımızın cavabı oldu uşaqlar nə? 30. Variant olaraq desək D variantı. 5-ci sual törəməyə aid sualdır. Böhran nöqtəsini deyir tap. Böhran nöqtəsi sözü varsa törəmədir. Deməli yazıb f x bərabər x kvadrat çıx 1. Böhran nöqtəsini tapanda nə edirdik? Törəməni tapıb sıfıra bərabərsən. Bunun törəməsi olacaq f ştik x bərabərdir 2x çıx 0 2x-a. Bunda sıfıra bərabər eləsək elə yox, burada mən çaşıb x kvadrat yazmışam. Burada x üstü 7 düşərlər. Olacaq deməli 7 x üstündə 6 deməli neçə böhran nöqtəsi neçə böhran nöqtəsi var? Heç nə. 7 x üstü 6 sıfıra bərabərsə elə x də bərabər 0. Səndən qiymətin yox, sayını soruşur deyibən cavab olacaq 1 D variantı. 5-ci sualın cavabı oldu D. Keçdik 6-ya uşaqlar. Deməli nə deyir 6-cı sualda? Yazıb 1 bölünsün, A çıxılsın 1. Çıxılsın. 3A bölünsün, A'nın kubu çıx 1. Üstə gəlinsin, 1 bölünsün, A kvadratı plus A üstə gəl 1 deyib sadələşdir. Uşaqlar, bu ifadəni ortadakı kəsrin məxrəcinə ortaq məxrəc gətirəcəm. Yəni, bu açılışı nədir? A kub çıx 1-in. A çıx 1, A kvadratı üstə gəlinsin, A plus 1. Birinci kəsri bu A kvadratı plus A plus 1'ə vurdumsa, oldu A kvadratı üstə gəl A plus 1. Çıxırsan bundan ikinci heç nə eləmədim. 3'ə qaldı. Üstə gəl. Üçüncü kəsri A çıx 1'ə vurdun. Oldu A çıx 1 bərabər. Deməli, birlər buradan getdi uşaqlar. Oldu A'nın kvadratı A 2'ya çıxdın 3'a'nın oldu nə qaldı? Bir dənə A. Aşağıda da A çıxılsın 1. A kvadratı üstə gəlinsin A plus 1. Uşaqlar buradan A'nın mötərizə xaricinə çıxardığında A çıxılsın 1 qalır və bunlar bir-birini aparır, cəhənnəm olur, gedir. Yerdə qalır. Yerdə qalır. A bölünsün. A'nın kvadratı üstə gəlinsin A plus 1. Variant olaraq Y variantı uşaqlar. Çiçək aydındır. Çiçək Türkan. Lalə başa düşdü. Nihat, problem yoxdur ki. Aydın. Əla. Keçdik növbətiyə. 7. Deyir, malın qiymətini əvvəlcə 8%, sonra 4 dəfə azaltdılar, ilkin qiymət necə dəyişdi? Hər hansı bir şey ilkin formada 100%-dir. Bu zəhərə qalmışı 8% azaldırsansa, 8%-in çıxırsan, yerdə neçə faizi qalır? 92. Təzdən bu 92-ni deyir, 4 dəfə azaltdılar. 92-ni 4-ə böləndə, deməli 9-u 4-ə 2, 12-ni 4-ə 3. Oldu 23. İlkin deyir, necə dəyişdi? 100-dən 23-ə gəlibsə, deməli 87% nə inib? Daha doğrusu 87 yox, 77% azalıb. 7-ci sualımızın cavabı oldu C variantı. Keçdik 8-ə. Maraqlı bir sual oxşuyur 8. Deməli 8-də nə verib? X kubu y kvadrat çıxılsın x-in kvadratı y-in kubu bərabərdir 18. Sonra yazıb x kubu y-in kvadratı üstə gəl x kvadratı y-in kubu bərabərdir 36. Olarsa x, y hasilini deyir tap. X, y hasilini deyir tap. Deməli uşaqlar, nə edə bilərik burada? Qulaq asın. Bu x kvadrat y kubu, x kvadrat y tərəf-tərəfə toplasaq olacaq 2 vurulsun x kubu y-in kvadratı bərabərdir 18 üstədə 36 neçə eləyir? 54. 54. 54'ü 2'ye böləndə nə qalacaq? 27. Bu qalsın öz yerində. Gətirib burada yerinə qoyanda 27-dən nə çıxanda 18 olar?
27-dən nə çıxan 18 çıxır? 9 çıxmırsan bana. Dokuz. Hə. İndi nə edirik? Gəl bunları bir-birinə vuraq. Bir-birinə vuranda bax, x kubunu x kvartına vuranda x üstü 5 eləyir. Y kvartını y kubuna vuranda y üstü 5 eləyir. 27 də elə bil 3 üstü 3-dür, o birisi də 3 üstü 2-dir. 9-da 3 üstü 3. Bu da oldu 3 üstündə 5. Bu 5'ler buradan gedəndə x vur y hasılı bərabər oldu 3. Aydındır uşaqlar. Səs gəlmir. Bəli. Bir də deyə bilərsiniz onu. Hansı O hissəni? qırmızıya qələmə yazılır. Bu mavi ilə yazdıqlarımı x kubu y kvartı, bir də x kvartı y Aydın. kubu. Onu bildin. Bəli. Sonra ben bunları bir-birinə vururam bana. Biz bir həllin keçəndə nə demişdik? Əsaslar eynidirsə bir-birinə vuranda üstlər toplanmadı. Bəli. X kubunu x kvartına vuranda x üstü 5 olur. Y kvartını y üstü 3'e vuranda da y üstü 5 eləyir. Sonra 27'ni də 9'a vuranda da mən özümü yormadım da 27 vur 9 belə tək-tək vuram. Bu fərqi yoxdur, onsuz da yeni şey gəlib çıxacaqdı. 27 3 üstü 3 deməkdir, 9'da 3 üstü 2 deməkdir. Vuranda 3 üstü 5 olacaq elə birbaşa. 5'lerin üstündən bir dənə xətt çəkirsən, qalır x vur y bərabərdir elə 3. Oldu? Aydındır. Sonra keçdik 9'a. Silsilə aid misaldır. Deməli. 9'da B-nin həm də silsəsində deməli. B4'ü bərabərdir verir 24. Birbaşa açılışını yazacağım. B4'ün açılışı nədir? B1 vurulsun Q'nun kubu bərabərdir 24. Sonra o birisi B5'in açılışını yazıb. Yəni B1 vurulsun Q üstündə 4'ü bərabərdir verib 48. Bərabərdir verib 48. Səndən ilk 6 həddinin cəmini soruşur. Deməli, buradan tərəf-tərəfə böləndə uşaqlar B1'lər gedər. Q üstü 4'ü Q üstü 3'e vuranda Q üstü 1 qalar. 48'də 24'e vuranda 2. Deməli, Q'nun qiymətini tapdın 2. Gətirib yerinə qoysan, bax burada məsələn birincidə və yaxud da ikincidə olsun, fərqi yoxdur. B1 vurulsun, Q üstü 4, 2 üstü 4 16'dır, bərabərcə 48'ə. Bu B1 azlara qalmışı da biz 3 olduğunu tapdıq. B1 də oldu 3. Всё. Səndən bu adam nəyi soruşur? İlk 6 həddinin cəmi. Həm də silsədə Sn bərabərdir. B1 vurulsun. Q üstündə n. Yəni burada n yerində 6'dır. Q üstü 6 çıx 1. Aşağıda da Q çıxılsın 1. Всё. Qoy yerinə. Deməli B1 3 vurulsun. 2 üstü 6 neçə elə uşaqlar? 2 üstü 5 32'dir. 64 çıx 1. Bölürsən Q çıx 1'ə, yəni 2 çıx 1. 2'dən 1 çıxanda elə 1 alınır da məxrəci yazmazlar. Olacaq 3 vurulsun 63'ə. Bu deyilir 189. Varyant olarak B varyantı. Yok, C varyantı. Aydındır. Problem yoxdur ha uşaqlar. Səs gəlmir. Türkan Lalə. Niyə yapıyorsun? Aydındır mən. Çiçək aydındır. Mənim aydındır. Tamam. Yunus səsin gəlmir ha Yunus. Buradasan. Bəli, mən buradayım. Başa düşdün sualı. Bəli. Sabah imtahanında bax oxşar suallar düşəcək sənə. Deməli, keçdi 10-cu sual. Yazıb kök altında 12. Vurulsun 3-cü dərəcədən 81. Vur 6-cı dərəcədən 3. Bərabər. Uşaqlar, biz demişdik ki, kökləri eyni kökün altında bir-birinə vurub bölə bilərdik, toplayıb çıxa bilmirdik. Vurub bölməyi də mütləqdir ki, dərəcələri eyni olmalıdır. Bunu bilirdiniz. İndi gəl bunların dərəcələrini eyniləşdirək. Birinci kökün dərəcəsi 2-dir, ikinci 3-dür, üçüncü 6. Hamısını 6-ya gətirəcəm. 6-cı dərəcənin 12-nin kubu olar. Vur 6-cı dərəcənin 81-in kvadratı olar. Vur 6-cı dərəcənin 3 olur. İndi deyərsən, ay müəllim, bu 12-nin kubu na boyda bir ədəd, 81-in kvadratı na boyda bir ədəd, 3 na boyda bir ədəd. Neyinək bunu? Beşlə sadələşdirək də görək başımıza nə gələcək. 6-cı dərəcə. 12-ni yazarsan 3 vur 4. Oldu 3 üstündə 3 vurulsun. 4 üstü 3. Bu da 2 üstü 6 deməkdir. Niyə görə? Çünki elə bil 4'ü 2 üstü 2 kimi yazdım. Bir dənə üstü 3, 2 üstü 6 oldu. Vurursan. 81 normalda 3 üstü 4 deməkdir. Bir dənə üstü 2 varsa olacaq 3 üstündə 8. Vur bir dənə 3 üstü 1 burada. Bərabər oldu. 6-cı dərəcənin 2 üstü 6 vurulsun. 3 üstündə 12. İxtisar gedəcək. 2 üstü 6 ilə kökün dərəcəsi 6 getdi. 2 üstü 1 qaldı. 3 üstündə də 12'ni 6'ya bölündə 2.
9, 3 2'nin 9. Belə 3'ün kvartı 9. Bir dənə 2'yə vurdum. Oldu 18. Oldu uşaqlar. Problem yoxdur ki. Terim. Hələ. Gəldik növbətiyə 11'ə. Deməli. 11'də nə deyir uşaqlar? Yazıb ki, bir çıxılsını, bir üstə gəlsini, çıx 2'ye. Bu sənə müxtəsər modüsturun verir. A kvart çıx B kvart. Yəni 1 çıxılsın 2 kvadratı. Çıx 2'ye. İlk kvartın qiyməti mənfi 1'dir uşaqlar. Mənfi 1 qabağındakı mənfi 1 görə toplanacaq olacaq 2. Bir də çıxılsın 2'ye. Cəbri şəklində deyirsək bu şəkildə oldu. Cavab oldu C variantı. Oldu. Sonra keçdik deməli nəyə? 12. 12'də nə yazıb? Kosinüs alfa. Üstə gələnsin. Sinus 2 alfanı mən 2 sinus alfa kosinüs alfa yazacağım. Bərabərdir kosinüsün kubu alfa verir. Deyərsən müəllim burada kosinüsün kubların gəri ixtisarı aparaq. Kosinüsün kubun gəri ixtisarı aparaq. Deməli apara bilərikmi görək. Gəl aparaq sizin xatirinizə. Olacaq 1 üstə gəlsin 2 sinüs alfa bərabər kosinüsün kvadratı alfa. Bu kosinüs kvadrat alfanı da sola keçirdəndə olacaq 1 çıxılsın kosinüs kvadrat alfa. Üstə gəl 2 sinüs alfa bərabər 0. 1 çıx kosinüs kvadratı sənə elə sinüs kvadratı verir. Üstə gəl 2 sinüs alfa bərabər 0. Buradan sən sinüsü mötərizə xaricdən çıxardacaqsan. Qalacaq sinüs alfa üstə gəl 2 bərabər 0. Uşaqlar burada sinüs alfa mənfi 2 olur. Bu kənar kökdür, getdi. Çünki sinüsün qiyməti çoxluğu mənfi 1 1'dir. Burada 0'a bərabər eləsən alfa bərabər olacaq pi k. Yəni x bərabər olacaq pi k-ya. Düzdürmü? Pi k-ya. Bir də indi cavabda D variantı var amma tələsməyin. Bəlkə də o deyil. Axı mən yuxarıda ixtisar apardım. İxtisar o vaxt gedər ki, o həmin o ixtisar apardığım ifadə 0 olsun. 0'dan başqa qiymət olanda mənfi 1-1'i aşa bilir. Ona görə kosinüs x də bərabərsin 0'a. X bərabərdir kosinüs 0'ı alır. Pi bölü 2 üstə gəlsin pi k-dan. Bu da hə. Çətin sualdır. Əslində bax məsələn 10 nəfərdən 9'u həll eləyir bunu. Deyir alfa bərabərdir pi k. Cavabda da var. D variantı vurur gedir. Amma hələ qalsın. İndi pi bölü 2 üstə gəlinsin pi k da var. Cavabda nə olacaq? Gəl ona bax. Çevrəni çəkirsən uşaqlar. Koordinat müstəvisində. Yəni ikili cavabdan ikisi də eyni variantda yoxdursa əgər ortaq qiymət istəyir. Ortaq qiymətə çevrədə qeyd edirsən. Deməli burada k-nı yerinə 0 yazanda 90'a düşür. 1 yazanda bura düşür. Bu birisində pi k-da k-nı yerinə 0 yazanda bura düşür. 1 yazanda bura düşür. Hə, indi buna cavab verəndə x bərabər olacaq. Başlanğıc nöqtələrdir 0. Üstəgəl arasındakı dövr. Arasındakı dövrdə nədir? 90 dərəcə. 90'da pi bölü 2'dir. Pi bölü 2 yanında bir dənə k-sı. 0'ın da üstüne ne yazsan gel. Elə özü olacaq. Cavab oldu pi k bölünsün 2. Variant C variantı. Aydındır uşaqlar. Səs gəlmir. Yunus, Nihat. Furkan aydındır. Bəli. Aydın. Getdik 13'ə. Deməli. 13'də nə deyir? Qrafik verib bizə. X, Y. Deməli, bura mənfi 4'dür. Bura mənfi 1'dir. Burada mənfi 4. Qrafikin deyir, qur, heç nə. Deməli, uşaqlar. Bunun parabolanın qolu aşağıdır. Y bərabərdir, A vurulsun. Bax, qol aşağıdırsa deməli mənfi olmalıdır. B variantı getdi. Qalan hamısı ola bilər. İndi qulaq as. A vurulsun, 2 çıx x1 olacaq. X çıx mənfi 4 üstə gəl 4. Bir də x üstə gəl 1 oldu. Hə, indi A-nın yerində nə duracaq? Cavab məsələn J-də ola bilər. Əslində cavab J-dir, söz yox. Amma indi bir məsələ var da, birdən başqa bir variantda qabağında mənfi 1 yox, başqa bir şey də ola bilər. Bəs onda nə olacaq? Gəl ona baxaq əsas. İndi variant olaraq burada C variantıdır. Prosta mən isbatın, həllini göstərirəm. Birdən imenli bu sual yox, oxşar düşər. Deməli bunu vurub açanda olacaq x kvadratı qabağındakı a-ya vurduq, oldu x kvadrat. Sonra plus x plus 4x oldu 5x. A-ya vuranda oldu 5ax.
Sonra 4'ü 1'ə vuranda 4, qabağındakı a'ya vuranda plus 4. Uşaqlar, ax kvadrat plus bx plus c. Bax, sabit budur c. C'nin də qiyməti y-i kəsən hissə olduğuna görə mənfi 4 verir. Deməli, mənfi 4a bərabərdirsə, mənfi 4-ə deməli, ya daha doğrusu mənfi 4-ə deyil, burada müsbət 4-ədir. Müsbət 4-ə mənfi 4-ə bərabərdirsə, a olacaq mənfi 1. A mənfi 1-dirsə, cavab oldu. Mənfi 1 vurulsun, bu ifadə variant y variantı. Qutardı, getdim. Sonra keçdik 14-ə. Deməli, nə deyir 14-də? Yazıb perimetri 16 olan kvadrat. Perimetri 16-dırsa 4a'nı 16'ya bərabərlədin. A'nın sən 4 olduğunu tapdın. A oldu 4 uşaqlar. A 4'dür. Xarici çəkimi çevirən radiusunu istəyir. Deməli, xarici çəkimi çevirən diametri 4 kökdə 2 olar. Radius da 2 kökdə 2 olacaq. Deməli, bura 2 yerdir uşaqlar. Bu da yerdir, bu da yerdir. 2 yer bərabərdir 4 kök 6 2. Yer də bərabərdir 2 kökdə 2. Səbəbini də siz bilirsiniz də, həm qayda olaraq kvartın diaqonalı a kökdə 2-dir, həm də ki, burada Pifagor teoremi tətbiq edə bilərsən. 16, 16, 32-də 4 kökdə 2 çıxır. Oldu uşaqlar? Sonra keçdik 15-ə. Deməli, A çoxluğun 6 natural bölən A çoxluğu 6-nın natural bölənləri çoxluğu. 6-nın bölündüyü natural ədədlər hansıdır? 1-dir, 2-dir, 3-dür, bir də 6-dır. B çoxluğu isə 5-dən kiçik sadə ədədlər. 5-dən kiçik sadə 2-dir, 3-dür. Başqa yoxdur. Deyir, A ilə B-nin kəsişməsini tap. A kəsişir B. 2-dir, bir də 3-dür. 2 ilə 3 olan cavab nədir? D variantı. 16-cı sualda uşaqlar. Deyir ki, iki oxşar çoxbucaqlının sahələri S1 bölünsün S2 lalə bərabərdir 16 bölünsün 81 verir. Kiçik çoxbucaqlının perimetri. İndi qulaq as. Perimetrlərin nisbəti də deməli, demişdik ki, sahələrin nisbəti kvartın nisbətidir. Perimetr nisbəti deməli 4/9 olacaq. Aha, indi sənə deyir kiçiyin perimetri 20-dir, bölünü tap. 4x bərabərdir 20 yazsan, x bərabər 5 olacaq. İndi böyük də 9x daxil. 9-u da vuracaqsan 5-ə, cavab olar 45. Yəni 45 variant olaraq desək D variantı. 16-cı sualın cavabı oldu D. Aydındır? Ben. Problem yoxdur ki. Sonra. Keçdik 17-yə. Nə deyir 17-də uşaqlar? Müəyyən bir işi iki fəhlə biri digərindən iki dəfə tez yerinə yetirir. Məsələn, tutaq ki, biri x olsa, digəri olacaq 2x. Onlardan birlikdə işləsələr, həmin işi 12 günə yerinə yetirirlər. İkisi 12 günə. Deməli, nə deyir bizə? Aylıqda neçə günə yerinə yetirirlər. Bizim də işçi məsələləri üçün qaydamız vardır. İstər hovuz məsələlərdə, istər 2 dənə adamdan söhbət getsə, və yaxud da fərqi yoxdur. Yəni, işçi məsələrinin düsturu nə idi? 1/T1, T1-i yenə də x yazmışam. 1/T2, yəni 2x, bərabər 1/T, 12. Olacaq 2x da. Bunu 2-yə vurdun, oldu 2, üstə gəl 1, 3, bərabərdir 1/12. 2x bərabərdir 12-ni 3-ə vuranda 36, x bərabər 18. Biri 18 oldu, bir də 2x-dir də 36. 18 və 36 haradadır görün? 18, 36 elə A variantı. Oldu uşaqlar? Ben. Sonra. Keçdik növbətiyə. Deməli, növbətidə nə deyir bizə uşaqlar? 18-də. Yazıb ki, x bölünsün 3 bərabər y/4. Hələ ardına keçməyək. Buradan çarpaz vursaq olacaq 4x bərabər 3y. K yəni ifadələsə x bərabərdir 3k, y də bərabərdir 4k. Sonra yazıb ki 2x plus 3y vurulsun 5x plus 3y bərabər 54. Olarsa x plus y cəmin deyirdi. Yerinə qoysaq. Deməli, x-in yeni 3k qoyanda 2-ni 3k'ya vuranda oldu 6k. Üstə gəlsin 3y, 3-ü 4'ə vuranda 12k.
5x 5 üçün 15k çıx 3 4-ün 12k. Bərabər 54. 6 o da 12. Elədi 18k vur 3k bərabər 54. 18 3'e vuranda 54 k kvartı bərabərcə 54'ə. K kvartı 1, k'nın da elə 1 olduğunu tapdıq. K 1 isə deməli x olacaq 3, y də olacaq 4. Cəmini istəyirsə cavab oldu 7. Aydındır? Variant Y variantı. Bəli. Nihat səsin gəlmir, yoxlayırsan. Başa düşdün mü lan? Bəli, mən başa düşdüm. Çiçək, Türkan, Türkan. Lale Aydın. Bəli, mən. Bəli, mən. Aydındır mən. Sonra keçdik 19. Deməli Yunus 19'da nə deyir? Uzunluğu 1 metr olan parça müstəvini kəsir. Ucları müstəvidən deməli 0.1 0.1 məsafədə parçanın üzərindəki proyeksiyası. Deməli bax bu sənin parçan. Yox, daha doğrusu deyir parça müstəvini kəsir. Məsələn bu sənin müstəvin. Bunu bir dənə kəsən parça var. Deyir, buradan bura qədər məsafəni verib sənə. Tutaq ki 0.1-dən nə? Buradan bura qədər məsafəni 0.5-dən. Bunu gətirib bura birləşdirək. Parçanın öz uzunluğudakı 1'dir. Deməli mən nə edəcəm uşaqlar? Bunu buradan gətirib çatdırıram bura. Burada bir dənə düz bucağı gəldi. Bu 1/də bura sürüşdürürəm. 1/1, parçada 1'dir. Deməli yeni bir dənə düz bucaqlı 3 bucaq yarandı. Daha aydın olsun deyə mən kənara yazıram. Bu 0.6x-dir. Parçanın öz uzunluğudakı biri mən səhv yerə qeyd eləmişim. 1 buradır. Parça x-dir. Səndən buranı soruşur. Bax. K-nı. Bu 0.6-dır. Ədədin özü x-siz. Bizdən deyir, bu K-nı tap. Bu da avtomatik deməli kvadrat hissəsi K kvadrat üstə gəlsə 0.36 bərabərcə 1-ə. K kvadrat bərabərcə 0.64. K da bərabər 0.8. Proyeksiyası, yəni buradan bura qədər məsafə oldu 0.8. Keçdi uşaqları 20-yə. Deməli 20-də nə deyir bizə? Həcmləri V1, V2 uyğun olaraq radiusları R1, R2 nəysə H1, H2 hündürləri verir. Deməli R1 böl R2 bərabərdir 3 böl 2 verir. Sonra H1 bölünsün H2'ni də 8 böl 9 verir. Səndən soruşur ki həcmlərin nisbətini tap. Deməli konusdan söhbət gedir. Konusun həcmi 3/1 S oturacaqlar H-dır. 3/1'ləri daha yazmıram, o ikisində də var ixtisar gedəcək. S oturacaq da pi R1 kvadratı H1, bu da pi R2 kvadratı H2'dir. Lap pilər də getdi. Yerinə qoyanda olacaq, deməli R1 3-dürsə, 3'ün kvadratı 9. H1 8'dir. 9 vur 8. Aşağıda indi R2'yə baxaq. 2'nin kvadratı 4. O da 9. Deməli 9'lar gedər 8 böl 4 2 qalacaq. Variantda görün 2 var. B variantı. Yunus aydındır. Bəli, mən. Sonra baxaq 21'ə uşağı. Deməli 21'də nə verir? Bu gəlib bura. Bu düşüb bura. Bura 90 dərəcədir. J nöqtəsi. Bura A-dır. Bura B-dir. D. Bura C. Bu da mərkəzdir. Deməli şərti yoxdur. CD diametri AB vətərinə perpendikulyardır. Okey. J'dən D-yə qədər məsafəni 6 verir. Bunu ver bu 6. C-dən J-yə qədər məsafəni 18 verir. Bütöv 18. Deməli uşaqlar CJ 18'dir. JD 6'dır. Toplamda 18 o da 6. Elədi 24. Deməli sənin radiusun 12'ymiş. Bura 12 yaz. Burada 6 yaz. Deyir AB vətərini tap. Beşinə AB vətərini tapaq. Bunu mən gətirib birləşdirəm bura uşaqlar. Radius 12 isə burada 12 olar. Bura x yazsam bu da x-dir. Burada Pifagora görə deməli
X'in avtomatik 6 köşkdə 3 olduğunu taparam. AB də 2x olduğuna görə cavab olacaq 12 kök altında 3. Oldu uşaqlar, problem yoxdur ki. Bəli, bəli. Sonra keçdik 22. Deməli 22-də nə deyir bizə? Yazıb ki 7 çıxılsın x kvadratı bölünsün 2 çıx 5 bölüşdür 0. Deyir 5 10. 5 daxil deyir, amma 10 daxildir. Aralığında daxil olan tam həllərin cəmi. Sıfıra çevirən qiymətləri tapaq. Biri 5-dir, biri 7-dir. Bura bir dənə 5 qeyd edək, bir dənə 7. 7-dən böyük qiymət 8-i qoysan müsbət. 5 ilə 7 arasında 6-nı qoysan yuxarı müsbət, aşağıda müsbət. 5-dən kiçik 4-ü qoysan aşağı mənfi, yuxarı müsbət oldu mənfi. Səndən də müsbət olan hissəni deyirsə, cavabın olacaq 5-dən 7-yə birləşmə, bir də 7-dən müsbət sonucu. İndi bu aralığa düşən ədədlərimiz də olacaq. Deməli 5-i 10 salmır, 6-nı, 7-ni də almır, 8, 9, bir də 10-u alır. Yəni soruşur bizdən cəm yoxsa say? Cəmin deyirsə 6, 8, 14, o da 9. 23, o da 10, 33. Cəmi oldu 33. Aydın uşaqlar. Bəli. Türkan, Lalə, Çiçək, Nihat. Aydındır. Düşdü. Aydındır mən. Sonra keçdik 23-ə baxaq görək 23-də nə deyir bizə uşaqlar. Deməli 23-də nə yazıb? P-nin hansı müsbət qiymətində alfa bucağı üçün sinus alfa ilə kosinus alfa verilən təminin kökləridir. Deməli köklərimiz 9x kvadratı çıx px çıx 4 bərabər 0. Sən də bir yetə görə bilirsən ki x1 üstə görə x2 burada 9 bölünsün. Daha doğrusu p bölü 9'dur. Hasılı ki x1 vur x2'dəki mənfi 4'də 9'dur. Yazdık, qaldı öz yerində. Aha. İndi deyir kökləri də sinus alfa, kosinus alfadır. Gəl bu ifadəni bir dənə kvarta yüksəldək. Görək başımıza nə gəlir. Deməli olacaq x1 kvart üstəli x2 kvart. Uşaqlar x1'in yerinə sinus alfa, x2'nə kosinus alfa yazanda kvarta cəmi elədi 1. Plus 2 sinus alfa kosinus alfada olacaq 2 sinus alfa kosinus alfa. Bu da hasilləri də gəl birbaşa yerinə qoyaq da. Neçədir? Mənfi 4'də 9. Vur. Mənfi 4'də 9 bərabərdir p kvartı böl 81. Bundan bu gedəcək. Olacaq 1 çıxılsın 2'də 9 bərabərdir p'nin kvartı böl 81. Deməli, buradan həll eləyəndə nə olur uşaqlar? Səhv götürməliyik bir dənə tərəsmi. P'nin hansı müsbət qiymətində alfa bilsin, sinus alfa 9x kvadrat çıx px çıx 4. Hasılı 9'da 4. Mən 4'də 9 yazmışam uşaqlar. Burada bir dənə səhvimiz olub. Bir dənə bunu düzəlişdirək. Deməli, nə oldu bu? 9'da 4. Oldu kvartlar cəmi 1. Üstə gəl olmalıdır. Mənfiyə görə olacaq. Deməli, çıxılsın. 2 vurulsun 9'da 4. Bərabərdir P'nin kvartı böl 81. Deməli, 2'ni 9'da 4'ə vuranda elədi 9'da 8. 1'dən 9'da 8 çıxanda elədi 9'da 1 bərabərdir P'nin kvartı böl 81. Çarpaz vuranda deməli 9 P kvartı bərabərdir 81'ə. P kvartı bərabərdir 9. Müsbət deyirsə P'nin də müsbət 3 qiymətində bu şərt ödənəcək. Oldu uşaqlar? Səs gəlmir. Başa düşdük? Aydındır mən. Bəli. Yaxşı, yaxşı. Sonra 24'ə baxırıq. Bərabəryanlı trapesiyanın. Bir dənə bərabəryanlı trapesiya çəkirsən. Deyir, daxilinə çevrə çəkilib. Yaxşı, yaxşı. Və yan tərəfin uzunluğu 1,9 olan parçalar arası trapesiyanın sahəsində. Deməli, bura 1'dir, bura 9'dur. Uşaqlar, sən bilirsən ki, çevrəyə çəkilən toxunan çevrəyə bərabərdir. Əgər bu 9'dursa, deməli, bura da 9'dur.
Bu da bərabər böldü uşaqlar. 1. Bu 1-ə görə bura da 1 olacaq. Həmçinin burada 1 olur. 1, 1. Sonra təzədən 9, 9 düşdü. İndi sahəsini istəyir. Sahəsini tapmaq üçün orta xəttli hündürlük hasildə. Orta xəttimiz 1, 1. Yuxarı 2-dir, aşağı 18-dir. 18 üstə 2, 20 böldün 2 oldu 10. Ortada cəmi yarısı. İndi hündürlüyü tapaq. Uşaqlar bir dənə hündürlüyü buradan indirirəm aşağı. Bir dənə hündürlüyü indirirəm aşağı. 9, 9, 18'dir. 18'den 2 çıxanda 16 böldün 2'ye düşdü. Burası 8. Bu 8. Bura 10'dursa Pifagora görə xaşın da 6 olduğunu tapırsın. Sahə də olacaq 6 vurulsun 10. Cavab oldu 60. Oldu uşaqlar. Sonra Aydındır mən. keçdik 25'e. Deməli, uyğunlaşdırmadır. Düzgün tetraedrin yan səthinin sahəsi S olarsa uzunluğu müəyyəndir. Uşaqlar, tetraeder bütün tilləri bərabər olan üçbucaqlı piramida deyilir. Bir üzü də bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın sahəsi A kvadratı kökdə 3 bölü 4'dür. Yan səthinin sahəsi. Yan səthi də nə deməkdir? 3 dənə olacaq da. Məsələn, mən birincisini tapmaq istəyirəm. Vurdun 3'ə, 3 dənə yan üzü var axı. Bərabərlədi. Məsələn, birincisi nədir? 27 kökdə 3. 27 kökdə 3. Bu köküslər buradan gedir. 3 ilə bu iqcə 9. A kvadratı bərabər olar 36'ya. Ad oldu 6. Tərəf oldu 6. Tilinin uzunluğu 6'dır. Deməli, 1'ə getdi C. Sonra tilinin uzunluğu 6. Tam səthinin sahəsi. Deməli, A kvadrat kökdə 3 bölü 4'ü 4'ə vuranda 4'lər gedər. Qalar A kvadrat kökdə 3. 30 kvadratı olacaq. A'nın kvadratı, 6'nın kvadratı 36. Yanında bir dənə kök 3. 36 kök 3 bir daha variantı. Deməli, 1'ə getdi AC. Gəldi 2'yə. 2'də yazıb deyir 147 kök 3'ə bərabər. Yəni A kvadratı kökdə 3 bölü 4 vur 3'ü bərabər üçün 147 kökdə 3'ün. Kök 3'lər getdi. 147'ni 3'ə böləndə, deməli 14'ü 3'ə böləndə 4 dəfə, 27'ni 3'ə böləndə 9. Oldu A kvadratı bərabərdir 4 vur 49. Buradan çıxır ki A da bərabərdir 2 vur 7 elədi 14. Deməli tilinin uzunluğu 14. 2'ye getdi Y. 14. Sahəsidəki 14'ün kvadratı 196 kök 3 olmalıdır. Yoxdur cavab ümumiyyətlə. Bu yoxdur getdi. Gəldi 3'ə. Üçüncüdə də uşaqlar verib yenə də A kvadratı kökdə 3 bölü 4'ü bir dənə vur 3'ü çünki 3 dənə yan üzü var. Bərabərsə 75 kökdə 3'ün. Kök 3'lər gedər. 3'lər də getsə burada qalar 25. A kvadratı bərabərdir 100. A da oldu 10. A 10'dur. Til oldu 10. Deməli getdi D variantı. Bir də kvadratı 100 kökdə 3 B variantı. 1'ə getdi AC, 2'ə getdi C, 3'ə getdi B, D. Uşaqlar. 25-ci sualımızın da həlli bu. Problem yoxdur ki bu dediklərimizdə. Tam aydındır hər kəsə. Bəli. Dəqiq. Mənim aydındır. Əla. O zaman bunu kayd eləyək. Qrup atarıq.